İnşallah. Bugünkü dərsimiz yenə də deyək. Azərbaycanın dedi ki, endogen və eksogen rel formları haqqında olacaq. Endogen nə idi? Güney falan təsirindən, xarici qüvvələrin təsirindən də Xeyr, təsirindən. xarici qüvvə eksogen idi. Endogen nə idi? Endocen, Daxili qüvvələrin təsirinə yaranan daxili qüvvələr. idi. E, Biz endogen qüvvələrin daha böyük rel formalar yaranır qeyd eləmişik. Endogen qüvvələrlə. Və Azərbaycanda biz bildik ki, endogen qüvvələr litosfer tavularının sərhədində Yerlər. daha böyük olur. Bəli. Azərbaycan da litosfer tavularının sərhədində yerləşir. Ərəbistan və Avrasiya litosfer tavasının sərhədində yerləşir. Alp-Himalay geosinkron qurşağında. Alp-Himalay geosinkron qurşağında yerləşirik. Ölkəmizin ümumi ərazisi 86,6 min kvadrat kilometrdir. Ölkəmiz uşaqlar demək olar ki, antiklinal və sinklinallara ayrılır. Məsələn, antiklinal dedikdə qalxmadı, yəni geosinkron qalxan hissəsinə antiklinal deyilir. Geosinkron çökən hissəsinə sinklinal dedikdə, məsələn, Kür Araz ovalığını biz nə qeyd eləmişdik? Kür Araz, Qalxan Kür Araz ovalığı enmələrə götürüb enmədə gitmək. sinkronlama götürmək olar da, düzdürmü? Sinkronlar deyə bilərik. Yəni cavan, cavan belə geosinkronda yerləşən ovalıq kimi qeyd edə bilərik. E, Ölkəmiz uşaqlar şimaldan cənuba 400 kilometr, şərqdən qərbə isə 500 kilometr məsafədə uzanır. E, Ölkəmiz belə deyək ki, əlverişli regionda yerləşir. Avropa ilə Asiyanın təmas zonasında yerləşir və daha sonra Xəzər dənizinin ölkəmizin sərhədində yerləşməsi ölkəmiz üçün də əhəmiyyəti var. Həm iqlimi mülayimləşdirir, həm də ki, digər qonşu dövlətlərlə də əlaqəmizi təmin edir və yaxud da dolayı yollarla dünya okeanına çıxmamızı təmin edir. Qurudan da 5 ölkə ilə qonşuluğumuz var. Yenə də ölkənin başqa ölkələrdən daha çox ölkə ilə qonşu olmasında ölkənin belə deyək ki, iqtisadiyyatına mühüm rol oynayır. Şimalda Rusiya ilə 391 kilometr məsafədə sərhədimiz var. Sərhəddə yerləşir Samur çayı, Sudur silsiləsi və Baş su ayrıcı silsiləsi. Yenə deyim, yan silsilə uşaqlar sərhəddə yerləşmir. Gürcüstan şimal-şərq hissədə Gürcüstanla sərhədimiz var, 471 kilometr. Gürcüstanla sərhəddən Mazım çayı, Qaynaq Qabırı çayları, Ceyran çöl düzü, Candar göl sərhəddə yerləşir. Ən uzun sərhədimiz Ermənistanladır, 1007 kilometr. Ermənistanla sərhədimizdə Murğuz silsiləsi, Şahdağ silsiləsi, Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası, Naxçıvanda Dərəliyə silsiləsi, Zəngəzur silsiləsi. Qarabağ yaylasında yerləşən Qaragöl və Alagöldə Ermənistanla sərhədimizdə yerləşir. Türkiyə ilə ən qısa sərhədimiz Türkiyə ilədir, 15 kilometr sərhəddə yerləşir. Araz çayı sərhəd təşkil edir. Daha sonra uşaqlar, ikinci qurudan ən uzun sərhədimiz İranladır. 765 kilometr sərhədimiz var. Sərhədin böyük bir hissəsini Araz çayı təmin edir. Araz çayı, Muğan düzü, Bolqar çayı və Talış dağları, Astra çay İranla sərhədimizdə yerləşir. Burada biz belə desək, Cəyən, İncə, Hərəmi, Mil düzləri dedik ki, sərhəddə yerləşmir. Və yaxud da Talış dağlarında Talış, Peştəsər, Brovar silsilələri də sərhəddə yerləşmir. Talış silsiləsi yalnız sərhəddə yerləşir. Və İranla Bəli. sərhəddə biz su anbarları da qeyd edə bilərik. Hansı su anbarları? Uşaqlar, Naxçıvanda Araz su anbarı, sonra Xudafərin su anbarı, Qalası su anbarında qeyd edə bilərik ki, sərhəddə yerləşir.
Sonra suda sərhədimiz 825 kilometr Xəzər dənizi ilədir. E, Burada da Xəzər dənizi ilə sərhəddə biz bilirik ki, düzənliklərimizi qeyd edə bilərik. Şollar düzü, Samurdağ su balığı, Yaşma düzənliyi, Abşeron yarımadası, Bedək, Cənub-Şərqi Şirvan düzü, burada qeyd edə bilərik Salyan düzü, Lənkəran ovalığı Xəzər dənizi ilə sərhəddə yerləşir. Ümumi sərhədimizin də uzunluğu nə qədər oldu? 3472 kilometr. Xəzər dənizi vasitəsilə də bizim digər ölkələrlə qonşuluğumuz var. İkisi dedik həm qurudan, həm də sudan sərhəddə. Hansılar da onlar? Qazaxıstan. Türkmenistan. Həm quru, həm də su ilə sərhəd. İkisində də həm qurudan da sərhədimiz, həm də su ilə də sərhədimiz. Hansı ölkə olar? Rusiya, bir də İran. Bir də İran. Yalnız sudan sərhədimiz. Qazaxıstandan Türkmenistan. Yalnız Qazaxıstan, Türkmenistan olar. Bəli. Ölkəmiz uşaqlar ucqar nöqtələrinə gəlsək, şimalda şimal ucqar nöqtəmiz Butondağ, qərbdə ucqar nöqtəmiz Sədərək, cənubda Astara çay və şərqdə Şahdili götürülür. Ucqar nöqtələrimizi belə bu şəkildə baxsaq uşaqlar. Məsələn, ucqar şərq nöqtəmiz təqribən 44 şərq uzunluğundan keçir. Ucqar qərb nöqtəmizdə, ucqar qərb nöqtəmiz 44 şərq uzunluğunda. Ucqar şərq nöqtəmiz isə təqribən düşür 51 şərq uzunluğuna. Bir də belə baxsaq, enlik üzrə baxsaq, ucqar şimal nöqtəmiz uşaqlar təqribən 42-ci paraleldə, 42 şimal enliyindən keçir. Ucqar cənub nöqtəmiz isə hardan keçir? Təqribən deyərik ki, 38 metr. Biz günəşin düşmə bucağına görə deyirdik ki, 40-cı şimal enliyinə maksimum günəş şüası nə qədər düşürdü? 73,5. Deyə bilərik ki, Azərbaycanın hər yerinə 73,5 düşür maksimum. Xeyr. Yox. Xeyr, bəli. Çünki uşaqlar, məsələn, 40-cı paraleldən yuxarıda olan ərazilərimizə, məsələn, tutaq ki, Qusar rayonuna. Qusar rayonunun maksimum nə qədər düşər? Daha çox düşər, düzdürmü? Bəli. Amma Astaraya Astaraya da məsəl üçün nə qədər düşər? Az düşər. Maksimum daha əslində maksimum da Astaraya daha çox düşər. Qusara isə maksimum daha az düşər. Bəli. Bu şəkildə. Yəni hər yerə yalnız o 73,5 hara aiddir? 40-cı paralelə aid. Azərbaycanımızın ərazisinin hündürlüyünə görə qruplaşdırsaq, uşaqlar, 18% ölkəmizin ərazisi 0 metrdən aşağıdadır. Yəni dünya okean səviyyəsindən aşağıda olan ərazilərimiz 18%-dir. Bizim ölkəmizin ərazisi Xəzər dənizi səviyyəsi biz bilirik ki, nədir? Okean səviyyəsi aşağıdır. Bəli. Ölkəmizin 18% nədir? 0 metrdən aşağı olan ərazilərimiz. Yəni 0 metrə qədər olan ərazimiz 18-dir. 24% isə 0 və 200 metr arası. 27% isə 31% deyək. 31%imiz isə 200 və 1000 metr arası təşkil edir. 27% ölkəmizin ərazisi isə 1000 metrdən hündür olan ərazilər. İndi gəlin belə deyək. Uşaq, biz düzənlikləri keçmişdik, düzdürmü? Ovallıq, yüksəklik, yayla. Ovallıqlar neçə metrə qədər idi? 200 metrə qədər. 200 metrə. 200 metrə qədər. 200 metrə qədər olan ərazilərimiz ovallıqlar idi, bəli. İndi bax, 200 metrə qədər olan ərazilərimiz həm 0-a qədər olanı götürərik, həm də ki 24-ə qədər olanı götürərik, düzdürmü? Cəmi 42. Deməli, ölkəmizin 42%-i 200 metrdən aşağıdadır. Yəni, ovalıqlar təqribən ölkəmizin 40-42%-ni tutur. Düzdürmü? Bəli. Hə. Desək 1000 metrdən aşağı olan ərazilərimiz desə, ondan nə edək? Bunları toplayarıq. Cəmi 42 ilə 90 toplasaq 73. 73%-imiz nə olar uşaqlar?
1000 metrdən 1000 alçaq metrə qədər ərazilərimiz olar. yoxdur. 27% isə 1000 metrdən yüksək ərazilərdir. Ölkəmizin uşaqlar dedi ki, burada xəritəyə baxsaq, ümumi sərhədimizin uzunluğu da 3474 kilometr. 72. Sərhədimiz isə sərhədimiz isə 825 kilometr. Hündürlük demişkən, orta hündürlüyümüzdə uşaqlar 657 metr götürülür. Ölkəmizin ərazisini faizlə böldük. Amma orta hündürlüyümüzü hesablasaq 657 metr olacaq orta hündürlüyümüz. Ən hündür zirvəmiz Bazardüzü zirvəsidir. Ən alçaq nöqtəmiz isə -27 metr Xəzər sahili götürülür. Yenə də 73% ölkəmizin ərazisi 1000 metrə qədər tutur. 27% 1000 metrdən yüksək olan ərazilərimiz idi. Bəli. Ölkəmizin relyefini, yəni endogen relyef formalarını öyrənən zaman 2 yerə bölək. Dağlar və düzənliklər. Dağlarda uşaqlar 3 yerə bölək. Dağları 3 yerə. Hansılar orada? Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları. Düzənliklərimizi 2 yerə bölək. Kür çökəkliyi və Ortaraz Boy düzənliyi. Düzənlikləri. Bəli. Bu şəkildə bölüb öyrənmək daha yadda qalandır. Yəni bu şəkildə baxaq. Öyrənək. Birinci başlayaq Böyük Qafqazda. Böyük Qafqazda hansı dağlarımız var, hansı silsilələrimiz var, onları bura aid edirik. Məsələn, başlasaq Baş Suarcı silsiləsi, Yan silsiləsi, Sudur silsiləsi, Təngi, Dübrar silsiləsi, Qovdağ, Niyaldağ, Ləngəbi silsiləsi, Ələt tirəsi, Qobustan alçaq dağlığı, Abşeron təpələri tirələri, burada olan Qobaq silsiləsi. Rayonlar üzrə baxsaq uşaqlar, məsələn, Qobaq düşür hara? Balakəni. Qaflan düşür Qaxa. Qaraquzey düşür Şəkiyə. Güney də təqribən Şəkiyə düşür. Məsələn, düşür burada Qaynar Arxac düşür Oğuza. Zəfər Yaylaq düşür məsələn İsmailə. Bu şəkildə də məsələn bunlar rayonların yerləridir də, rayonlar üçün verilib. Bu şəkildə öyrənmək olar. Bu oldu uşaqlar Böyük Qafqazımızın silsilələri. Yəni burada o yerləşən zirvələr də bura aiddir. Məsələn, ən yüksək zirvəmiz saydı Bazardüzü, Baş Qafqaz silsiləsində yerləşirdi. Bu oldu bizim nə uşaqlar? Bax bu oldu deyək ki Böyük Qafqaz dağları. 3 yerə bölmüşük dağları. Bəli. Kiçik Qafqaz dağları uşaqlar. Kiçik Qafqaz dağları bax buranı götürərik uşaqlar. Buranı. Burada bunları öyrənərik Kiçik Qafqaz dağlarında. Kiçik Qafqaz məsələn Murğuz silsiləsi, Şahdağ silsiləsi, Qoşqar, Qaflan Qala silsiləsi, əsas silsilələrimiz Murov silsiləsi, Göyçə silsiləsi, Hocaz silsiləsi, Qarabağ silsiləsi, Yazını da götürə bilərik. Qaraqaya silsiləsi. Hə? Yazını. Nəyi? Yazı var idi. Yazı yaylası. Hə. Yayla. Bəli, onu da götürmək olar. Qarabağ vulkanik yaylasını da götürmək olar. Bunlar nədir? Kiçik Qafqazda yerləşir. Naxçıvanda da Kiçik Qafqaz dağlarına aid eləyir uşaqlar. Naxçıvanı. Məsələn, burada götürürük Dərəliyaz silsiləsi, Zəngəzur silsiləsi, daha kiçik xırda silsilə gəlsə Əncəbür, Duzdağ silsiləsi, Kükür silsiləsi, Dardağ silsiləsi, Sardərə silsiləsi bu şəkildə Kiçik Qafqaz dağlarına aid edirik. Bir də var Talış dağları uşaqlar. Talış, Pislər. Talış dağları. Bəli, Talış, Pislər, Brovar və Dizdoni silsilələri. Gördünüz bu şəkildə öyrəndik. Bir dənə qaldı nə? 3 dənə dağlar üçə bölüb. Bir dənə qaldı zirvələr. Zirvə. Bəli. Silsilələr öyrəndik, yerdə qalır zirvələr. İndi bəli. Məsələn, Böyük Qafqaz dağlarının zirvələrinə gəlsək uşaqlar. Böyük Qafqaz dağlarının ən hündür zirvəsi hansıdır? Həm də Azərbaycanın hündür zirvəsi Bazardüzü zirvəsidir. İkinci ən böyük zirvəmiz uşaqlar yenə bu Baş Qafqaz silsiləsində yerləşir. Zəfər zirvəsidir. Bəli, Zəfər zirvəsidir.
Zəfər zirvəsi uşaqlar 2-ci Qarabağ müharibəsindən sonra qələbəmizə həsr edilmiş zirvədir. Bəs Zəfər onun qabaq adı nə idi müəllim? atsız zirvə olub, atsız bir zirvə olub. Onu indi Zəfər zirvəsi adlandırıblar. E, İkinci Qarabağ müharibəsindən sonra Zəfər zirvəsi deyəndə Kiçik Qafqaza getməyək, işğaldan azad olunan ərazilərə getməyək. Zəfər zirvəsi hardadır? Böyük Qafqaz dağlarında. Sonra Tufan dağı və hündürüşlərin bunların hökmünü bilmək lazımdır. İnşallah düşür. Tufan dağı Bəli. 4191, Bazargül 4126, Çingiz Mustafayev 4063, Radqan 4020. Gördünüz uşaqlar 4000-dən yuxarı gedən zirvəmiz var. Sonra Məlik Məmud, Heydər zirvəsi var, Baba dağı var. Baba dağı məsələn 3629 metr hündürlüyü var. Bildi ki, Böyük Qafqaz dağlar Baba dağa qədər kəskin parçalanmış. Bəli. Daha sonra Ahvay zirvəsi var, Baş Suarca silsiləsindədir bu da. Tinovrosso, məsələn Qafqaz dağları, Böyük Qafqaz dağları ölkəmizə Tinovrosso zirvəsindən başlayaraq daxil olur. Ümumilikdə Qafqaz dağları amma Taman yarımadasından başlayırdı. Amma ölkəmizə Tinovrosso zirvəsindən daxil olur. Novruzlu bir ada. 374 metr hündürlüyü var. Sonra aşırımlara gəlsək, uşaqlar, aşırımlar Salavat aşırımı, Qıdım aşırımı Baş Qafqazda yerləşir. Dübrarda hündürlüyü 2205 metrdir. Yan silsiləyə gəlsək, yan silsilədə 3 dənə zirvə adı deyirik. Ən hündür zirvəsi Şahdağ zirvəsidir, 4243. Sonra Yarıdağ 4116. Sonra Qızılqaya 3726 metrdir. Bu oldu bizim Böyük Qafqazımızın əsas zirvələri. Böyük Qafqaz dağlarında yerləşən ən hündür zirvə Bazardüzü zirvəsidir. Bu Bəli. Bazardüzü zirvəsini Bazardüzü deyiblər. Əvvəllər Qafqaz dağlarının deyək ki, ətəyində Şahnabad dərəsi olub. Şahnabad dərəsi. Burada elə ki, yarmarkalar deyək, indi yarmarkalar deyirik. Bazar olmuş da. Bazar yaradılmışlar. Gəlmişdi orada, məsələn ki, xalqlar gəlmiş orada, məsələn ruslar, İranlılar gəlib orada nə etmişlər? Alver edilmişlər. Həmin ora gələnə kimi uşaqlar. Burada yazılıb rus, fars, hindlər, tacirlər gəlmiş. Həmin ora gələnə kimi belə deyək ki, Qafqaz dağlarında Bazardüzü ən hündür zirvədir. Və Bazardüzü zirvəsini görəndə bilirmişlər ki, buradan falan yerə dönsək, burada yazır ki, məsələn, sola dönsək, məsələn, şimala gedirmişlərsə, buradan sola dönsək, biz Şahnabad dərəsinə gedib çatarıq. Ona görə də burada nə ediblər? Bazardüzünü elə Bazardüzü zirvəsini deyiblər. Həmin bu zirvəyə Bazardüzü zirvəsi deyiblər. Burada bir məlumat var, onu qeyd edək. Bazardüzü zirvəsinə ilk dəfə qalxan, belə deyək ki, zirvəni fəth edən alim Rus alimi Aleksandrov olmuşdur. Bəli. Sonradan Azərbaycanlı alpinistlər Rəhimov və Əsədov da zirvəni fəth edən alpinistlərdən olublar. Zəfər zirvəsini bayaq dedim. 44 günlük müharibədən sonra atsız zirvəyə Zəfər zirvəsi adı verilib. İkinci ən böyük zirvədir. Qusad rayonunda yerləşir. Hündürlüyü 4301 metrdir. Bazardüzüdə, Zəfərdə hər ikisi Qusad rayonunda yerləşir. Bəli. Sonra uşaqlar Kiçik Qafqaz dağlarına gəlsək, zirvələrinə, silsilələrin bayaq yerlərini gördük. İndi isə zirvələrinə baxsaq, Kiçik Qafqaz dağlarının ən hündür zirvəsi Zəngəzur silsiləsində yerləşən Qapıcıqdır. Zəngəzur silsiləsində yerləşən Qapıcıqdır. Hündürlüyü 3904 metrdir. Sonra Zəngəzur silsiləsinin digər zirvələrə baxsaq, Qazangöl dağı burada yerləşir, Camal burada yerləşir. Dərəliyəs silsiləsində Kükü dağ zirvəsi var, 3120 metrdir. Murov dağı da, Murov sıra dağlarının Murov silsiləsində uşaqlar ən hündür zirvə Camış dağıdır, 3724 metrdir. Gəlin belə deyək, birdən deyək Kiçik Qafqaz dağlarının ən hündür zirvəsi şagirdlər karxır ki, Camışa götürürlər. Camış yox. Naxçıvandakı dağlar da Kiçik Qafqaz dağlarına aid. Biz dağları bayaq 3 yerə böldük. Bəli. Naxçıvandakı dağları da götürdük. Kiçik Qafqaza, ən hündür zirvəsi dedik Qapıcıqdır.
Murov dağının ən hündür zirvəsi gəlmişdi. Bax, Qafqazın ən hündür zirvəsi deyil bu. Sonra Murov dağda Hinal dağı var, Ömər aşırımı var, Kəpəz var. Bunların da hündürlüklərinə hökmən baxmaq lazımdır. Hinal 3367, Dübrar, Ömər 3261, Kəpəz isə 3066 metr. Kəpəz şimal yamacında yerləşir. Sonra Qarabağ vulkanik yaylasında yerləşən zirvələrə baxsaq, Qarabağ vulkanik yaylasının ən hündür zirvəsi Dəli dağdır, 3616. Sonra Böyük İşıqlı, Qızılboğaz, bunlar 3000-dən yuxarıdır, 3551, 3581 biri. Sonra Gəlinqaya var, 3335 metr. Uşaqlar, bu Qarabağ vulkanik yaylasındakı bu zirvələr hamısı nədir? Vulkanik zirvələrdir. Yəni e, vulkan konuslardır belə deyək. Yəni vulkanik zirvələrdir. Yəni Bəli. sönmüş vulkanlardır belə deyək. Sönmüş vulkanlardır. Hansılar? Dəridağ, Böyük İşıqlı, Qızılboğaz, Gəlinqaya bunlar. Qarabağ silsiləsi, Qarabağ sıra dağları vulkanik yaylı ilə qarışdırmayaq. Qarabağ sıra dağları silsiləsi ayrıdır. Ən hündür zirvəsi Böyük Kirsdir. 2725 Böyük Kirs var, Kiçik Kirs var, ziyarət zirvələri var. Böyük Kirsin hündürlüyü 2725, ziyarət 2478. Şah dağının ən hündür zirvəsi Qoca dağdır. Şah dağ Bəli. zirvəsi yan silsilədədir uşaqlar. Amma Şah dağ silsiləsi ayrıdır, Kiçik Qafqazdadır. Dedik ki, Şah dağ silsiləsinin ən hündür zirvəsi Qoca dağdır, hündürlüyü də 3016 metrdir. Şərqi Göyçə silsiləsinin ən hündür zirvəsi Keti dağdır. 3399 metr hündürlüyü var. Hə. Burada Kiçik Qafqaza aid məlumat var. Bayaq dediyim indi Zəngəzur dağlarıdır, ən hündür zirvə. Buranı da oxuyarsınız. Sonra gələr uşaqlar. Talış dağlarını deyək, sonra qaydaq bura. Dağdan tutaraq. Sonra üçüncü dağlara bölünür, Talış dağlarına bölmüşdük, düzdürmü? Bəli. Talış dağı. Talış dağların hansı silsilələrimiz var idi? Talış silsiləsi, Peştəsər, İşte Orman və silsilə. Dizdoğdu. Şu an Talış dağlarının ən hündür zirvəsi Kömürköy zirvəsidir. Kömürköy. Hündürlüyü Bəli. 2493 metrdir. Burada bir də bu da ikisi də Talış silsiləsində yerləşir. Uşaqlar, ikisi də Talış silsiləsində yerləşir. Qızılyurdu isə 2463 metrdir. Fikir versəz 60 metr fərqləri var. Bu da Talış dağları oldu. Şöyle dağlardan qurtardıqsa keçək düzənliklərimiz. Düzənliklərimizi iki hissəyə bölmüşdük, düzdürmü? Bəli. Düzənlikləri də gəlin birinci başlayaq. Orta Arazboyu düzənliklərimizə. Orta Bəli. Arazboyu düzənliklər 7 dənə düzənlik adını qeyd edirik buradan. Bölgənən zaman həmişə ardıcıllığa fikir vermək lazımdır. Çayın axın boyunca öyrənsək və yaxud da deyək, qərbdən şərqə doğru öyrənsək, Sədərək, Şərur, Böyükdüz, Naxçıvan. Daha sonra Gülüstan, Yayçı, Ordubad düzləri, aşağı Arazboyu düzənliklərə aiddir. Hündürlüyü 600 metrdən yuxarı olan düzənliklərdir. Bunlar dedik ki, Arazboyu düzənlikləri təşkil edir. Fikir versək uşaqlar, Sədərək, Şərur, Böyükdüz, Naxçıvan Orta Araz çökməsinə aiddir. Amma Gülüstan, Yayçı, Ordubad Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Bunların hər birinin hündürlüyü 600 metrdən yüksəkdir. Çünki Araz çay sahili 600 metr, buralarda 600 metrdir. Şöyle 600 metrdən yüksək olmasına baxmayaraq bunlara akkumulyativ düzənliklər deyirik. Bəli. Dendasyon düzənliklər demirik. Yadınızdasa demişdim ki, məsələn, hündür yerlərə, dağlara, yaylalara deyir ki, dendasiya prosesi üstündür, düzdürmü? Bəli. Balıqlara ne demişdim bəs? Deməliyim. Balıqları demişdim, hansı proses üstündür? Dendasiya yoxsa akkumulyativ? Nə Akkumulyativ. deməliyim? Akkumulyativ. Amma görürsünüz bu düzənliklər hündürlüyü 600 metrdən yüksək olsa da burada nə üstündür? Akkumulyativ. Çünki akkumulyativ çay çöküntülərindən yaranır. Bəli. Yəni daha belə deyək ki, e, bu çökək yerdə. Çünki burada çaylar nə edir? Gəlir burada çayın gətirdiyi çöküntülər. Burada bax bu düzənlikləri yaradıb. Çayların gətirdiyi çöküntülər bax burada bu düzənlikləri yaradıb. Çay çöküntüləri olduğu üçün bura deyirik akkumulyativ düzənliklər.
düzənlikləri keçməzdən əvvəl gəlin bir də bir şey qeyd edək. Burada dedim ki, Dəli Dağdır, Gəlin Qayadır, Qızılboğazdır, Böyük Şıxlıdır. Bunlar uşaqlar vulkanlardır, amma sönmüş vulkanlardır. Bəli. Azərbaycanda palçıq vulkanları da zəngindir. Palçıq vulkanları hansılar idi? Burada məsələn Bozdağ, Torağay, Zənbil, Xərəzirə kimi, Bəli. bizim Çeyrək kimi palçıq vulkanlarımız var idi. Palçıq vulkanları tək quruda yox, suda da var. Həmən suda da var və suda uşaqlar adalar yaradıb. Bax məsələn, Xərəzirədir, Çimgildir, Səngidir, Səngi Muğandır, Zənbildir, Daşlı adaları palçıq vulkanları yaradıb. Yəni palçıq Bəli. vulkanları sayəsində səthə çıxıb. İslandiya adası necə yaranmışdı dünyada? İslandiya, Pasxa, Galapagos. Onlar necə yaranmışdı? Toqquşma. Nətər müəllim? İslandiya, Pasxa, Galapagos adaları necə O, yaranmışdı? o deyildi, tavaların toqquşması nəticəsində. Toqquşma deyil, divergentdə yerləşirdi. Divergentdə yerləşirdi, vulkanik adalar idi. Palçıq vulkanları burada Xəzər dənizində və həmən belə deyək, onları yaratdığı kimi uşaqlar palçıq vulkanları bax adaları yaratdığı kimi Bəli. adaların divergent sahədə yerləşən hansı adalarımız idi? Dedik ki, Pasxa, Galapagos, onlar da vulkanik adalar idi də. Bəli. Arazboy düzənlikləri dedikdən sonra digər düzənliklərimizə gəlsək, məsələn, başlayaq Samur Dəvəçi düzənliyi. Burada şimalında Şollar düzü. Daha sonra Yaşma düzənliyi Xəzər sahilində. Sonra Cənub-Şərqi Şirvan düzü, Salyan düzü, Lənkəran ovalığı. Götürün uşaqlar. Nə deyir? Şimaldan cənuba doğru düzdüm bu düzənlikləri Xəzər sahilində. Bəli. Ardıcıllıq həmişə bu şəkildə qorumaq lazımdır, öyrənmək lazımdır. Buradan başlasaq Gəyən düzü, İncə düzü, Hərəmi düzü. Bax bu düzənliklərdə Araz çayının sahili boyu düzənlik ardıcıllığı öyrənmək lazımdır. 7 dənə düzənlik burada idi. İndi Bəli. buradan dedim. Gəyən, İncə, Hərəmi. Dayandı. Sonra belə mil düzündə deyirəm ki, Arazın sahilində yerləşir. Öyrənən zaman Arazın sağ sahili, sol sahili o şəkildə də öyrənmək lazımdır. Çay tutaq ki, Araz çayının istiqaməti haradır? Bu tərəfdə, düzdürmü? Bəli. Çay axım istiqamətinin baxırıq, bu istiqamət bu tərəfədirsə, bu Bəli. tərəfinə sağ tərəfinə sağ deyirik, bu tərəfinə sol sahili deyirik. Bəli. Məsələn, Kür çayda bu şəkildə axır. İstiqamət bu tərəfədirsə, çayın istiqamətinə görə yuxarıda qalan hissəyə nə deyirik? Kürün sol sahili. Kürün Yuxarıda qalan hissəyə nə deyirik? Bəli. Kürün Kürün sağ sahili. sahili. Bu şəkildə. Sonra indi buradan başlasaq, yuxarı qalxsaq, Qarabağ düzü, Gəncə Qazax düzü, Bəli. Beyran çöl, burada Acınoxur düzü. Sonra yuxarı qalxsaq Qanıq Əyri çay düzənliyi, Şirvan düzü, Mil buradaydı, Muğan, Cənub-Şərqi Şirvan. Bu şəkildə düzənliklərimizi bölərik. Düzənliklərə də fikir versək, məsələn, Mingəçevir su anbarı harada yerləşir? Xocaşirin və Bozdağ silsilələrinin arasında. Acınoxur düzü harada yerləşir? Xocaşirin, Daşüz silsilələrinin arasında. Bu Daşüz, Xocaşirin, Bozdağ, Palantökən, burada Qaraməryəm, burada Ellər, Oyğu silsilələr hamısı Kür tektonik çökməsində olan silsilələrdir. Çoban Dağ haradaydı? Bu hissədə Çoban Dağ var idi. Hündürlüyü də nə qədər? 890 metr hündürlüyü var idi. Bu düzənliklərimiz də bu şəkildə. Bunlar oldu bizim endogen relyef formalarımız. Eksogen relyef formalarına gəlsək, eksogen relyef formalarda nədən yaranır eksogen relyef formaları? Hansı hadisələrdə eksogen relyef formaları yaranır? Təbii hadisələr. Məsələn, aşınma var idi, uşaqlar, aşınma, Bəli. aşınma, denudasiya və akkumulyasiya. Aşınma üç cür idi. Fiziki, Fiziki,
e, kimyəvi Bir de üzvü. və üzvü. Bəli. E, Dendasiya nə idi? Daşınma, parçalayıb daşınmasına dendasiya deyirdi. Akkumulyasiya da uşaqlar çökdürülmədir. Yəni Ben. həmin o deyək ki, suxurların gətirib çökdürülməsi yerlər. Aşınma məsələn fiziki aşınma nəyə görə dedik? Dedik ki, temperatura görədir. Necə olurdu temperaturdan bu suxur parçalanırdı? Səhralarda olurdu. Gündüz isti, gecə də soyuq olurdu. Ona görə Gün, parçalanırdı. gündüz isti, gecədə e, soyuq olur. Gündüz istidən suxur genişləyir, Gecə də Parçalanır. sıxılır. sıxılırdı, bəli. Parçalanma baş verirdi. Kimyəvi və üzvü necə idi? Yəni, üzvü bitkilər idi. Bitkinin məsələn biz ağacı Bitki qalıqları nəticəsində elə yaranır. üzvü məsələn biz bilirik ki, belə deyək, hər ikisi rütubətli ərazilər demişdik, amma üzvü nə idi? Uşaq, məsələn, ağacı kəsəndə görürsüz, ağaca su olur, belə. Bəli. Bitkini. Həmin belə deyək, həmin o suxura hopu, suxuru neynir? Suxuru daşı qayını parçalayır. Fiziki aşınma demişdim ki, quraq əraziyə aid edirik. Kimyəvi ilə üzvdə əsasən demək olar ki, üst-üstə düşür. Rütubətli yerləri demişdik. Dendasiya daha çox təpə relyef, yayla, yüksəklik, dağlıq ərazilərdə olur. Akkumulyasiya isə dendasiya bir belə təpə, akkumulyasiya isə nədir? Bir çökəklik. Çünki akkumulyasiya toplanma deməkdir. Bax, suxur toplanacaq hardasa. Akkumulyasiya prosesi. Dedim, Naxçıvanın ərazi boyu düzənlikləri nədir? Hündürlüyü 600 metrdən yuxarı olsa da amma akkumulyativdir. Ben. Çünki orada bir toplantı var da, orada suxurlar toplanır. Bu səbəbdən. Başqa da ki, uşaqlar, bir xarici eksogen relyef formalarında biz xarici qüvvələr deyirdik. Məsələn, fiziki aşınma baş verdi. Tək fiziki aşınma baş verəndə nə edir? Suxur yerində qalır, parçalandı, yerində qaldı. Xeyr, onu sonradan külək dağıda bilər, külək hərəkəti, suyun hərəkəti ilə nə edir? Həmin bu eksogen relyef formaları yaranmağa başlayır. Tək birinin fəaliyyətdə yox, elə bir ki, hamısı birləşir, nə edir? Eksogen relyef formalarını belə ki, yaradırlar. Eksogen relyef formalarından biri dedik ki, sürüşmədir. Dünyada keçəndə bunu qeyd eləmişdik. Sürüşmə necə baş verirdi? Su keçirməyən cilli suxurların uşaqlar. Baxın, bu deyək ki, bax bu su keçirməyən nədir? Cilli suxurdur. Su keçirməyən cilli suxurların üzərində su keçirən qumlu çınqıllı, bax bu qumlu çınqıllı suxurlar yerləşir və bu yağış yağanda, əsasən güclü yağışda neynir? Bu suxur islanır və islandıqda neynir? Bura su keçirmir axı. Bunun üzü nəm olur və buradan sürüşmə yaranır. Rahatca sürüşür. Bu şəkildə yaranır. Cümləyə fikir vermək lazımdır. Su keçirməyən suxur daha aşağıda olur. Su keçirəndə daha üstdə olur. Su keçirməyən cilli suxurlardır. Su keçirən isə qumlu, çınqıllı suxurlardır. Bunu sürətləndirən hadisələrə uşaqlar deyərik ki, gür yağışlar yağması, seismik hadisələr deyə bilərik ki, bu sürüşməni daha da tezləşdirir. Yaxşı, bunun qarşısını almaq olarmı müəyyən qədər? Bəli, olar. Torpaqlarda neyinirik biz? Yamaz bərkitmə işlərini görərik, teraslaşdırma apararıq, drenaj vasitəsilə sürüşmə zonalarına toplanan yeraltı suları axıdarıq. Bu şəkildə burada məsələn meşə sahəsini, ağacların sayını artırmaqla yeni yer sürüşmənin qarşısını qismən almış olar. Teraslaşdırma nə idi? O da qat-qat olur deməlim. Hə, yamacı bu şəkildə məsələn teraslaşdırar. Bəli. Bu şəkildə olanda nə edir? Yeniləri çıxartıldı yenə. Bəli, elə bir teraslaşdırmışlar apararıq da bu şəkildə. Apararıq ki, çox sürüşmə. Bəli, bu hadisələr baş verməz. Daha sonra uşaqlar arit dendasiyon relyef formalarına nə demişdik? Yarğanlar, qobular, bedlitləri
Arik denudasyon relyef formaları demişdik. Yarğan qobu, bedlin, şırımlar. Bəli. Bunlar uşaqlar müvəqqəti axarlı sular nəticəsində yaralanır. Biri var bir çay daim axar, düzdürmü? Bəli. Daim axır da, məsələn, Kür çayı daim axır. Bir də var axarsız olan. Elə bir ki, qəfil leysan yağış yağır. Elə bir ki, ildə bir dəfə olar və yaxud da neçə ildə bir dəfə təkrarlanan bir hadisə olar. Müvəqqəti axarlı sular deyilir ona. Müvəqqəti axarlı sular nəticəsində bu arit denudasyon relyef formaları yaranır. Yarğanlar, qobular, belirlər, şırımlar deyərik. Birinci şırım yaranır uşaqlar. Birinci şırım yaranır. Şırım sonrakı Bəli. mərhələdə yarğana çevrilir. Yarğan da sonrakı mərhələdə ot, kol bitkiləri örtür, qobuya çevrilir. Dedik ki, müvəqqəti axarlı sular nəticəsində yaranır. Müvəqqəti axarlı sular nəticəsində yaranan relyef formasına şöyle proalluvial düzənliklər deyilir. Proalluvial düzənliklər müvəqqəti axarlı sular nəticəsində yaranır. Daimi axarlı sular alluvial mənşəli düzənlik yaradır. Alluvial. Daimi axarlar nə yaratdı? Alluvial. Amma müvəqqəti axan sular nə yaradır? Proalluvial düzənliklər Alluvial. yaradır. Bəli. Yüksək dağlıq ərazilərimizdə isə nival buzlaq landşaftları üstünlük təşkil edir. Yalan. Buzlaq landşaft relyef formalarımız hansılar idi? Gətirməliyəm. Buzlaq relyef formaları hansılar idi? Buzlaq relyef formaları. O dağlığın yuxarı hissəsi var idi. Hansı biz demişdik buzlaq relyef formaları hansılar idi? Troq dərələri, Ha, Troqdur. karlar, morenlər, Bəli. Bəli. xitlər idi. Yüksək dağlıq ərazilərimizdə də uşaqlar ölkəmizin belə də ki, buzlaq relyef formaları üstündür. Heç bu yarğan qobun demədik hardadır? Yarğanlar, qobular, bedlentlər, uşaqlar Ceyrançöl Aznoxur düzündə, Abşeron, Qobustanda, Naxçıvanın orta dağlıq ərazilərində arit denudasyon relyef formalarına şırımlar, yarğanlar, qobular, bedlentlər geniş yayılıb. Daha sonra relyefin biz demişdik çaylar da relyef yaradır, düzdürmü? Bəli. Çaylarımız hansı relyef formalarını yaradırdı? Bu şəkilli, bir də U şəkilli. Başqa, İbtihada. Yox. Ayən deyə bilərsən sən. Çaylarımızın yaratdığı, məsələn, meandr yadınıza salın, başqa. Ha, Bəli. var. Yumuşaq əhəngdaşı suxurları kəsib keçən çaylar kanyonvari dərələr yaradırdı. Belə kanyonvari dərələr Böyük Qafqazın şimal-şərq yamacındakı çayları götürür kanyonvari dərələrə. Dünyanın ən böyük kanyonu hardaydı? ABŞ-da, Şimal Amerikada, Colorado çayı üzərində idi. Bərk suxurlarda yayılan çay dərələri dərin, dar, çox hallarda V şəkilli olur. Bərk suxur olur və V şəkilli dərə yaradır. V şəkildə belə dərələri uşaqlar Böyük və Kiçik Qafqazda, Naxçıvan yüksək dağlıq zonasında V şəkilli dərələrə rast gəlinir. U şəkilli dərələr uşaqlar gilli suxurlar kəsən çaylarda olur. Adətən düzənliklərdə, amma alçaq dağlıq ərazilərdə də ola bilər. Düzənlikdə axı biz bilirik ki, çay neyini dərəsini dərinləşdirmir axı, onsuz da ətrafı yayılır və U şəkilli dərə yaradır. Çayın başqa relyef formalarını dedim, demədiniz, meandrdır, teraslardır, gətirmə konusları idi, delta, başqa nə deyərik? Məsələn, gətirmə konusu nədir? Çayın gətirir, çökdürdüyü bu gillərə gətirmə konusları deyilir. Abraziyan düzənliklər nə idi uşaqlar? Dalğaların fəaliyyəti ilə yaranan düzənliklərdir. Görürsünüz, teraslar yaranır dəniz sahilində. Bu abraziyon düzənliklər, yəni dalğaların fəaliyyəti adlanır abraziya.
Dənizdə görürsünüz, burada bu şəkildə sahil yaradır. Xəzər dənizi də səviyyəsi tərəddüdlüdür, tez-tez dəyişir deyə e, Xəzər dənizi də sahilində belə deyək ki, terras kimi relyef forması yaradır. E, Gətirmə qonusları ən çox harda olar? Çayın elə bir ki, gətirdiyi çöküntü ərazilər, məsələn, götürərik hansı əraziləri, Qanlı Xəyri çayı, ondan sonra Gəncə, Qazax, Qarabağ düzlərin götürərik. Bu şəkildə baxsaq, daha geniş məlumat əldə edərik bu şəkildən. Burada nələrə qeyd eləyək, baxacağıq. Məsələn, gördüyünüz yüksək dağlıqlarımızda uşaqlar, baxın, burada baxırıq, nival buzlaq relyef forma göstərir. Bəli, İşarəsini görürükmü burada? Bəli. Görürsünüzmü? Böyük Qafqazın yüksək dağlığında rast gəlinir. Kiçik Qafqazda da rast gəlinir. Murov dağında da rast gəlinir. Fikir verirsinizmi? Bəli. Zəngəzur silsiləsində də rast gəlinir. Ee, Daha sonra uşaqlar. Azərbaycanda indi biz e, Murov dağına Zəngəzur qar xəttindən aşağıda yerləşsə də, yəni qar xətti olmasa da, amma buzlaq relyef formalarına rast gəlinir. bəli. Daha sonra gətirmə konusları var. Fikir edirsiniz uşaqlar. Gətirmə konusları harda Bəli. olur? Məsələn, çayların Biraz dağətəyi sonra ərazilərdə, məsələn, gəlir düzənliyə çıxan yerdə gətirib çökdürdüyü su, belə deyək ki, həmən gillərə çıxırlar, gətirmə konusu. Bu şəkillə verilir. Görürsünüz Şirvan bəli. düzündə, Qanlı Xəyri çayda, Qanlı Xəyri çay düzənliyində, Qarabağ, Gəncə Qazax düzündə, Qarabağ düzündə, Naxçıvanın düzənliklərində gətirmə konusuna geniş rast gəlinir. İşarəsində gördünüzmü bu işarəni? Testlərdə qarşımıza çıxanda çarıxmayaq. Xəzər sahilində uşaqlar, Xəzərin sahilləri abrazyon düzənliklər, yəni dalğaların fəaliyyətə yaranan düzənliklər qeyd edərik. Daha sonra burada sizə demək istəyirəm, müasir və qədim deltalar. Müasir və qədim deltalar görürsünüz, belə deyək, Muğan düzü, Salyan düzündə, Cənub-Şərqi Şirvan düzündə müasir və qədim deltalara rast gəlinir deyə bilərik. Bir dəqiqə uşaqlar. Sonra nəyə qeyd edə bilərik buradan? Sonra uşaqlar, məsələn, baxaq burada vulkanik, yəni vulkanik süxurlar harda geniş yayılır? Burada baxsaq, Dendasiyaya uğramış lokomotivlər harda gedir? Lokomotivlərin işarəsinə baxsaq, göyə harda var lokomotivlər? Qeyd edə bilərikmi? Qarabağ vulkanik yaylasında qeyd edə bilərik ki, Qarabağ vulkanik yaylasında yayılıb. Stratovulkanlar görürük Qarabağ vulkanik yaylasında. Stratovulkanlar nə idi? Yəni belə deyək ki, qranit püskürən vulkanlara stratovulkanlar deyirik. Materikdə yerləşən vulkanlara stratovulkanlar deyirik. Qalxanvari vulkanlar, havay tipli vulkanlar isə onlar qranit püskürmürdü demişdik. Məsələn, divergentdə yerləşən adalar demişdik ki, məsələn, İslandiyada Hekla vulkanı falan. Onlar Azərbaycanda qalxanvari vulkan yox, stratovulkanlar var, sönmüş vulkanlarda, amma rast gəlinir. Müəllim, dərsi qurtarmamıza çox var hələ. Yox, qutar bir yekunla şeydəs. Palçı vulkanlarda uşaqlar harda yayılır deyirik. Qobustan Abşeronda, Cənub-Şərqi Şirvan düzündə palçı vulkanların qeyd edə bilərik. Xəzər dənizində həmçinin. Burada bu xəritənin üzərindən araşdırmışam. Yəni, hökmən fikir vermək lazımdır. Məsələn, Azərbaycan Kars relyef formaları, yeraltı sularının yaratdığı relyef formaları hansılar idi? Xocavənddə uşaqlar, tağlar, azıq mağarası, yeraltı sular, mağaralar yarandı. Kəlbəcədə Zar, Lerişdə Buzeyir, Qazaxda Daşsalahlı mağarasını qeyd edərik. Müasir və qədim deltalar Cənub-Şərqi Şirvan, Muğan düzlərində. Buzlaq relyef formaları Karsik, Troq dərələri, morenlər, Böyük Qafqazda, Murov dağda, Qarabağ silsiləsində, Zəngəzur
hissəsində qeyd edərik. Gətirmə konusları əsasən Gəncə, Qazax, Düzmə, Qanlı-Xəzər, Qarabağ, Şirvan, Naxçıvan, Orta Araz boyu düzənliklərində qeyd edərik. Mümkün qədər o xəritəni edək ki, düzdür, xəritədə çox geniş məlumat var, amma mümkün qədər bu da yerləşdirmişəm. Sürüşmələr intensiv getdiyi ərazidə uşaqlar Böyük Qafqaz dağlarının, Böyük Qafqazın şimal-şərq yamacı, bir də cənub-şərq yamacın Şamaxı, Ağsu, İsmaili tərəfini qeyd edərik. Sürüşmələrin ən tez, intensiv olduğu yerlər. Yüksək dağlıq ərazi baş verir. O ərazilərdə qırıntı yığını rast gəlinir, qırıntılara rast gəlinir sürüşmələrdə. Abrazion düzənlikləri uşaqlar, dalğaların yaratdığı düzənliklər, şollar, Samırda və Xəzərin sahilində yerləşən düzənliklərdir. Yaşma, Cənub-Şərqi Sarıyan, Lənkəran ovalıqlar. Arid denilasyon relyef formaları dedikkardadır. Qobustanda, Azərbaycan Ceyran çöldə, Naxçıvan orta və yüksək dağlıq ərazilərində yayılır. Bedlentlər əkin üçün yararsızdır. Bedlentlər əkin üçün yararsızdır. Amma kənd təsərrüfatı üçün yararsız deyil. Otlaq kimi istifadə oluna bilər. Bəli. Əkin üçün yararsızdır. Amma kənd təsərrüfatında istifadə oluna bilər. Nə üçün? Otlaq kimi, heyvanların otarılması kimi istifadə oluna bilər. Dendasiyaya uğramış lokaltivlər harda rast gəlinir? Naxçıvan Orta Dağlığında yayılıb, deyə bilər. Şılaq konusları əsasən Qarabağ vulkanik yaylasında, palçı vulkanların konusları və təpələri Cənub-Şərqi Şirvanda, Abşeron yarımadasında qeyd edərik. Dərsimiz bu qədər. Dərs sahəsinə yenidən atacağım, yenidən baxarsınız. Bəli. Qeydlərinizdə götürün uşaqlar. Sağ olun müəllim. Sağ olun.